Bilirik ki, ana bətnində və ya həddi buluğa çatmamış kiçik ikən ölən uşaqlar valideynlərini cənnətin qapısında gözləyir. Sual belədir ki, əgər valideyn bidət əhli olarsa və yaxud cahil olarsa, yəni böyük günah sahibləri olarsa, bu halda da kiçik ikən ölən övladlar öz valideynlərini cənnətin qapısında gözləyəcəkmi? Birinci bunu qeyd edim ki, mən araşdırdım. Sualda nəzərdə tutulan hədis Müslimin səhih əsərindədir. Əbu Hüreyrədən rivayet olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, sizin kiçik ikən ölən övladlarınız cənnətin kiçik sakinləridir. Yəni onlar artıq cənnət əhlidir. Və həmin bu uşaqlar öz valideynlərini cənnətin qapısında qarşılayacaqlar və onların ətəyindən tutub cənnətə daxil edəcəklər. Yəni hədis qısa məzmunu budur. O ki qaldı suala ki, əgər valideynlər cahil olarsa və ya böyük günah sahibləri olarsa, ümumiyyətlə bu biraz qeybi məsələdir. Lakin Allahın lütfü, rəhməti böyükdür. Başqa bir hədis oxudum. Bu hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kiçik yaşlı övladlarını itirən valideynlərə Allah Taala bu övladlara olan rəhməti və lütfü sayəsində onları bağışlayacaq və onları cənnətə daxil edəcək. Övladı itirmək ümumiyyətlə böyük bir müsibətdir, həqiqətən də səbir tələb edir və əgər valideyn səbir edərsə ona və mükafatını Allahdan savab umarsa, Allah Taala onun bunun sayəsində günahlarını bağışlayır və ola bilər ki, əgər səbr edərsə, razı qalarsa, qədərə qarşı çıxmazsa, ola bilər Allah Taala onun sayəsində övladının itirdiyinə görə, yəni səbr etdiyinə görə Allah Taala onun günahlarını bağışlayar və onu həmin insan cahil olsa belə, böyük günah sahibi olsa belə, bidətçi olsa belə cənnətə daxil edər. Sözsüz ki, qeyb məsələdir, doğrusunu Allah bilir. Yəni hədisdən görünən budur.